Salam dostlar, mən bu gün sizə Seven on Fire oyuna necə oynanılır onu izah edəcəm. Əvvəlcə daxil oluruq Casino 55.net saytına daxil oluruq. Belə bir səhifə açılır. Əgər hesabınız yoxdursa, qeydiyyat sözünü seçirsiniz yuxarı sağ küncdən. 2 cür qeydiyyat var, istəsəz burada istifadəçi adı, e-mail adresi və şifrə təyin edib qeydiyyat, aşağıdakı qeydiyyat sözünü seçə bilərsiniz. Belə qeydiyyatdan keçmiş sayılacaqsınız. Və bir toxunuşla qeydiyyat var. Ümumiyyətcə, Casino 55 saytında depozit çox sadədir. Digər saytlarda kimi, yəni e-mail və nömrə tələb olunmayan belə bir üsul var. Bir toxunuşla qeydiyyatı seçirik. Sistem sizə avtomatik olaraq istifadəçi adı və parol təyin edir. Düzdür, parol biraz burada yadda qalınmır, amma burada kopyala və yaxud paylaşımı yükləyib telefon yaddaşına saxlaya bilərsiniz. Daha sonra burada X düyməsini seçirik və açılan səhifədə ödəniş edirik, depozit edib hesabımızı artıra bilərik. İstənilən minimum bir AZN olmalı, istənilən məbləğdə depozit edə bilərik. Mən 20 AZN depozit edəcəm. 20 yazaraq depozit sözünü seçirik. Burada hansı kartdan eğer depozit edəcəksə, o kartın üstündəki ad və yaxud 16 rəqəmli kod məlumatlarını qeyd edirik. Adı istənilən ad yaza bilərsiniz, vacib deyil. Doğru ad yazasınız. Əsas məsələ həmin xananı boş qoymayın. Öz adımı yazıram. Və 16 rəqəmli kodu, kart üzərindəki 16 rəqəmli kodu daxil edirik. Daha sonra etibarlıq müddətini daxil edirik. Və kart üzərindəki 3 rəqəmli kodu bura daxil edib depozit edilməsini, aşağıdakı depozit edilməsini sıxırıq. Belə bu səhifədə gözləyirik. Telefonumuza kartda bağlı telefonumuza SMS gələcək. Orada yazılan SMS-i açılan səhifəyə yazdıqdan sonra yalnız o zaman deməli kartımızdan pul çıxılacaq və oyun hesabımız artacaq. Gördüyünüz kimi bura yuxarı bankdan bizim telefonumuza SMS gəldi. O SMS-dəki kodu bura qeyd edib təsdiq edilməsini sıxırıq. Və hazırda bizim balansımız artacaq. Gördüğünüz gibi 20 AZN kartımızdan çıxıldı. Artıq bu barədə bizə bildiriş gəldi. Və oyun hesabımız da eyni zamanda 20 AZN artdı. Yuxarıda kaşlıq işarəsinin yanında bizim oyun balansımız görsənir. Onun yanındakı adam işarəsinə baxanda burada deməli profil, çıxarışlar, depozit və çıxış deməli yazıları var. Profil seçərək biz bizə sistem tərəfindən mənə istifadəçi adını görürük. İstəsək burada şifrəni də dəyişə bilərik. Daha sonra çıxarışlar bölməsində burada bizim etdiyimiz çıxarışlar görsənəcək və yuxarıda çıxarış seçərək hansı məbləğə çıxarış edəcəksə bura daxil edirik və hansı karta göndərəcəyik. Həmin kartın 16 rəqəmli kodu və etibarlıq müddətini bura daxil edirik. Onu da qeyd edim ki, çıxarış depozitin 1.3-müsüdür. Yəni əgər biz 20 AZN depozit etmişiksə, çıxarışımız 20 vurulsun 1.3, yəni 26 AZN olduqda mümkün olacaq. Depozitlər hissəsində isə bir etdiyimiz depozitlərin siyahısını görürük. Bu hesabdan bizim ilk depozitimiz 20 AZN'dir və yalnız onu görürük. Daha sonra profilə qaydırıq. Və oyun bölməsinə qayıtmaq üçün yuxarı sağ küncdə, yuxarı sol küncdə Casino 555 logosuna toxunuruq. Gördüyünüz kimi oyunlar, burada bir çox oyun var, oyunlar çoxdur. Ən məşhur oyunlar yuxarı dərəcədə qeyd olunub. Seven on Fire oyunu isə çox məşhur oyundur. Oynayanlar bunu bilir. Və bunu da nəzərinizə çatdırım ki, burada aşağıda WhatsApp işarəsi var, sağ küncdə. Ora toxunmaqla
birbaşa operatorla canlı əlaqə yarada bilərsiniz. 24/7 fasiləsiz xidmət göstərir. Burada mesaj, aşağıda mesaj yarısına toxunmaqla iç mesajınızı göndərə bilərsiniz. Və bundan sonra sizə operator əlaqə quracaq sizlə. İstədiyiniz oyun barədə sual ona verə bilərsiniz. Seven on Fire oyunu başlayırıq. Gördüğünüz gibi oyun interfeysi belədir və burada sizə kiçik məlumatlar vermək istəyirəm. Yəqin ki, bir çoxlarınız artıq oyun haqqında məlumatlısınız, sadəcə bilməyənlər üçün. Burada kredit 2000 göstərir, 2000 kredit, yəni kredit burada xalq mənasındadır. 2000 kredit 20 aziyənə bərabərdir, yəni 2000 qəpik deyə bilərik, 20 aziyə 2000 qəpik 2000 qəpikdir. Aşağıdakı 2 aziyən isə bizim etdiyimiz depoziti 20 aziyəni itirərsək, bizə sistem tərəfindən depozitimizin 10% mislində, 10% qədərində bonus verilir. 2 aziyən, yəni 20 aziyənə 2 aziyəndə bizə bonus veriləcək. Daha sonra start düyməsinin sağ tərəfində Lines və onun da yanında Bet Lines görürük. Lines nədir? Lines burada xətlər deməkdir. 1-dən 20-yə qədər xətlər seçə bilərik. Gördüyünüz kimi 20 xət var, hər xəttin öz rəngi var, öz istiqaməti var. Misal üçün biz 3 xətti seçsək, yalnız seçilən 3 xət üzrə elementlər, meyvələr ardıcıl gələrsə bizə uduş sayılacaq. Tutalım bizə 2 xət seçmiş olarsa, yalnız gördüyünüz kimi yuxarı 2 sıradakı xətlər üzrə eğer meyvələr, elementlər ardıcıl gəlsə bizə, yəni soldan başlayaraq ardıcıl gəlsə bizə uduş sayılacaq. Aşağıda eğer meyvələr ardıcıl gəlsə də, eğer biz o xətti seçməmişiksə, uduş olsa belə bizə, yəni meyvələr ardıcıl gəlsə belə bizə uduş sayılmayacaq. Burada maksimum 20 seçmək olar. Betline nədir? Betline deməli, əgər hər hansı bir meyvənin, bildiyiniz kimi hər meyvənin ardıcıl gəlməsi, hər meyvənin özünə görə uduş xalı var. Onun aşağıdakı bu i nöqtəsinə informasiya toxunaraq o barədə biz məlumat ala bilərik. Ən yüksək uduş, yəni 7 rəqəmindədir. 5 ədəd 7 ardıcıl gələrsə daha yüksək uduş olur. Ən kiçik uduşsa deməli vişnədədir. Yəni uduşlar da elementlərə görə dəyişir. Betline isə deməli biz eğer bir betline seçilirsə uduşumuz 1'ə vurulur, 2 seçilirsə uduşumuz 2'ə vurulur, 100 seçilirsə deməli meyvələr ardıcıl gələndə qazancımız 100'ə vurulur. Sual verə bilərsiniz, niyə onda həmişə 100'ü seçmirik? Yəni 1'i niyə seçək ki? Biz yüksək rəqəm seçdikdə bizim bir dövr üçün balansımızdan çıxan pulda onun müvafiq olaraq artar. Misal üçün burada gördüğünüz bet 80 yazılıb görürsünüz. Bu necə hesablanır? Lines 20'dir, bet line eğer 4'dürsə 20 vurulsun 4, bet artıq 80 olacaq. Yəni bizim startı bassa bir dövr üçün bizim balansımızdan 80 qəpik pul çıxacaq. Buna görə də biz eğer depozitimiz o kadar yüksek değilse 20 aziyenle oynuyorsa yani line 10 bet line'inde her öz istəyinə belə seçə bilər. Mən oynayarkən belə seçirəm. Yəni bir dövr üçün balansından 30 qəpik benzin artırıram. Oyunun gedişatına görə bet line'ı 5 edirəm. Bir dövr üçün o zaman 50 qəpik çıxır balansından. Oyun bu qədər sadədir. Eğer oyundan uduş olarsa kazancınızı götürmək istəsəz, aşağı sağ sol üçüncüdə ev işarəsinə toxunaraq ana səhifəyə qayıdıb və göstərdiyimiz kimi çıxarışlar düyməsinə toxunub öz çıxarışınızı edə bilərsiniz. Start düyməsinə basmalı oyun başlayır. Starta yanındakı avtoyu qoymaqla siz əlinizə starta vurmasanız da oyun dövr edir. Burada 0.1 over kredi 0,1 kredi məbləğini dəyişə də bilərsiniz. Bu zaman bir kredit artıq 1 qəpik eləməyəcək, bir kredit 5 qəpik eləyəcək. Yəni uduşlama müvafiq olaraq eğer hazırda bizim 2000 kreditimiz var. 2000 kredit
2000 qəpiyə bərabərdir. Yəni 20 manata. Əgər bunu biz 2000 kreditimiz 5 qəpikdən olsa, o zaman artıq 2000 kredit, bir kreditimiz 5 qəpik olsa, o zaman 2000 kredit artıq 100 azənə bərabər olacaq. Hazırda biz onu seçək, gördüyünüz kimi artıq deməli 400 kredit göstərir kredit hissəsində. Onu da biz 5'ə vursa, bir kreditimiz 5'dən 20, yenə də 20 azənədir. Hər kəsə bol şans, uğurlar.